Yayımın baş sponsoru Berk Soyuq Çayları. Sponsorlar Quix Məişət Avadanlıqları, Bomba Beloçka Tumları, Baku Avtomol, Qardaşlar Mebel, Permalit Boyaları. Sənin də telefonun içinə zibil olsun. Ne oldu? Ay ana, Ha. atam götürdü telefonunu da söndürdü. Bu. Rast ki atam belə eləyir. Gəl gedə içəri gir deyirən ki, bu qızın anası da elə atası da mənəm. Həmi ver çıxım gedim dayana, nə olar, hə? Ha. Dədənlə gündə 50 dəfə üz-üzə gəlirlər. Və mənə deməzlər ki, ha, bəs sizə elçiliyə gələndə o kişi kimidir bizi qarşılayırdı, hanı yoxdur? Ay ana, deyərsən ki, boşandıq. Nə var ki burada? Bu. Az. Özünə gəl az. Özünə gəl az. Dədəm saat gəlir. Dədən də yanında belə danışmayır. De, gəlir. De. Həminkilərdir mi? Həminkilərdir. Qıza ailə sevinir, elə bir oğlu var. Bayram. Yığıb yığışdıram buna məsələ qızım. Yığıb yığışdıram buna məsələ. Gəl görüm bəri. Ataşın qızı. Belə də ay ata. Elçilər gəlib də, indi həmi versən çox yaxşı olaram. Nə olar ay? Asar bayaqdan söz deyirəm, o dədənin yanında belə danışma. Gəlirəm sağ belə danış. Nə dedim? Ayıbdır. Qalmayıb, pərdə o tarafa durur, karnıcı söküb qoyub yerə, karnıcı. Gözəl. Hamısı gəliblər bunlar. Hamısı gəl. Hə, sən bəri gör. Qal verin. Qızım, gözlə görüm. Qıza söz deyirsən, xeyri yox da, maqnitdir elə bil. Gözəl. Mənə bax. Bu elçilər nətər gəliblər, əli şokoladdır. Alıblar. Şokolad alıblar. Alıblar. Yaxşı, sən şokoladın qiymətinə baxdın yoxsa yox? Bilsən nəyə görə deyirəm? Elçilərin ki, şokolad qorovkasının üstündə qiyməti qaldısa, deməli elçilər samballı elçilərdir. Yox, o görürsən ki, o qiymətin belə qopardılar, ağmaq qalırsa, həbir ki, ucuz var bir şeydir, 4 matlıq bir şokoladdır. Biz zülümdəyik. Daşıyam, mən daşıyacam. Baxmadın ona? Bizimki cırılmışdı. Qiyməti cırılmışdı, nə yalan deyim. Pay dədən nənəni var ya. Qapına bir dənə elçi gəlsin, o da leş. Ay ata, şokoladı neyinirsən? Niyə hər şey söz-söhbət eləyirsən? Şirin çay verim, da məni verin gedim dərə. Buna bax, Nə buna bax. lazımdır? Yaş. Sən belə. Qızım, sən bir dənə gir içəri, sən bir dənə gir. Ayna dur, ayna Onu dur. sal içəri, onu sal içəri. Bir ər-arvad söhbət eləyə, sonra girək içəri. Bir onu sal içəri. Gəl içərim. Mən nə deyirəm? Mən deyirəm ki, indi elçilər gəlib. Biz də sırası qızı verməyə. Bir görək nədir, nə deyil də. Sən bu şey uzunçuluq olmasın. Mən deyirəm ki, deyək ki, biz qızı oxutmuşuq, bunun diplomu var. Sənin də oğlunun diplomu varmı, yoxsa yoxmu? Əgər diplomu yoxdursa, bunu burada get gələ salaq ki, sabah bir dava-şava olanda mən deyim ki, sana mən diplomlu qız vermişəm, sənin oğlunun diplomu yoxdur. Hırla zırı qanmırsa, o sözlər var da, o dava-şavada, mən onu cüp vardıyım ona. Mən sağ gələndə sənin diplomun var idi. Hı? Əlinə bir dənə lom almışdın, həyat bacanı qurcalayırdın da. Deyirəm şey olsun, ana sən mənlə Ay cəmatını... ata, mən diplomu neyinirəm? Mənə ər lazımdır. Yaxşı da, bu Mənə ər ayıqdır. lazımdır. Az gir içəri, az gir. Səni bir yabır ol, bala. Eşitdilər, qonum eşitdi. Qonum şey. Aman dursun. Mama kurban olar dursun. Hələ qıza baxayım. Qızlara bak. Hoş gəldin. Xoş gördük. Hoş gördük. Hoş gördük. Ha, Yığışaq. hoş gördük, hoş gördük. Salam əleykum. Salam əleykum. Nətərsiz bacı? Çox sağ olun, siz necəsiniz? Sağ olun, yaxşı. Dədənlə abır eləmədin da. Salam melek. Salam. 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 Da üzürü sayın, sizi də gözlətdik. Heç nə olmaz. Ha, öğrencilik, Buyurun, öğrencilik. Hele bu semişkadan çıxdırıq, sizi gözləyirik burada. Amma belə olmaz da, belə olmaz.
Ay Məqsud qardaş, bu qızı verirsən bizə, ver biz də alaq. Toylarını eləyək bunların da. Belə iş olmaz axı. Özünüzü qoymusunuz Nazad. Ay, neçənci dəfə gəlmişik biz bura. Bəsdə də hər nə dediniz elədik. Olmaz axı belə. Ay bala, bu evin kişisi mənim yoxsa mənəm. Hadi sən danışa bilmirsən də neynim mən? Maksud kardeş, dediniz ki bu oğlanın evi olsun, ev aldıq. İşi olsun, iş tapdıq. İşçini tərcih etdi, qumarı tərcih etdi. Bilirəm ki, sən belə Cembol evi xoşlayırsan, Cembol cehiz verəcəksən. Ona görə də biz elə ona Cembol ev aldıq. Hə, 35 kvadrat idi. Getdik, dəyişdirdik, elədik 41 kvadrat. 41 kvadrat. Gembol, futbol oyna evin içində. Day bundan sonra da qızı verməsəz, da mən bilmirəm. Ay ata, tək başımızı soxmağa bir dam olsun da. Quş damı deyil ki, evdir də. Uşaq da dilə gəlib qız. Evin kupçası da var. Ha, birdən elə bilərsən, o yan bir yandı, baba kupçası da var. Əvvəla bir daha deyim ki, xoş gəlmişsiniz. Hoş gününüzə gələk. Xoş gəlmişsiniz. Bilirsən, indi başı yaxşı xodlanıb gəlibdir. Amma mən də maraqlanmalıyam. Bəli. Mən də bilməliyəm. Bəli. Bax, indi sən deyirsən ki, işçini tərk edib, qumar yoxdur, iş tapıb özünə, düzdürmü? Bəli. Amma siz indi birinci dəfədən bizi elçi gəlsəydiniz, mən də qızı versəydim, gör nə qədər problemlər çıxacaqdı. Düzdür. İndi demək olar ki, problemlərin hamısı həll olur. Yox, indi mütəmadi həll olur. Tamadi, bəli. Mən də o mütəmadiyə gəlib çatmışam. Bəli. Bunun indi deyirsən belə bu yaşlı başlı adamdır. Da deyək ki indi. Yox indi elə görsənir. Elə görsənir. Bunun bu dəqiqə gənclərə öğüt nəsihət verən bir video var. Videodur da, öğüt nəsihət verən videodur da, düzdürmü? Amma bunun o qədər yanlış işlər var ki, mən istəyirəm ki, bu durum buna bir məsləhət verim. Mən də bir maraqlanmalıyam, görüm evdə. Ev məsələsi həll olundu. Həll oldu, baba, kupçası. 35-i elədiniz? 41. 41. Bəli. Neçə kvadrat gəlir üstünə? 41. 6 kvadrat. 6 kvadrat. 6 kvadrat. Niyə belə xərc çəkirdiniz? Niyə belə Uşağımızın xətrinə. Uşağımızın xətrinə də. Bəlkə şirin çay içək, hə ata? Görsən kupçaya baxıram da bir dayanlara qızım. Bu verək itən narahat olma da, narahat olma. Oy. Oy. Bəstər. Video obyektinin sayısı, satıcı, Bəsirə kimdir burada? Qazıyeva Bəsirə. O mənim qızımdır, amma nə dəxli var? Ev qızımın adınadır, oğlumla sənin qızın qalacaqlar orada. Bəli. Arkadaş, o 41 kvadratlıq ev var. Bəli. O bunun deyil o bu ağsaqqal. Yox, Kimindir mi? qızın adınadır. Bəlkə. Ay qardaş. Oğlu evləndirirsən. Bəli, Deyirsən ki, ev almışıq. bəli. Ev kimindir? Qızındır, oğlumla sənin qızın qalacaq. Onda bunun evi yoxdur da. Yox. Niyə yoxdur? Sizin üçün nə fərqi var? Mənim qızımın adınadır, onun adınadır. Axır ki bizim evimizdir də. Oğlumla qızın yaşayacaqlar da özləri üçün. Amma sənin qızın değil, bunun baldızıdır. Hə, nə olsun? Sabah bir dənə spor olan kimi bir buna deyəcək ki, mənim evimdə qalsan danışığına fikir ver. Deyəcək, deməyəcək. Deyəcək. Deyəcək. Deyən kimi bu da tərs, anasını oxşub. Baba, kopyadır. Elə bir ki, bir almanı bölmüsən. Düzdür, bura şey tərəfi düşür, pırsımız tərəfi düşür. Amma almadır. Bəs, bu da tərs qız gəlib deyəcək ki, atam, mən orada yaşamıram. Bəs bunlar boşandılar. Bu hansı evi böylədir? Mən başa düşə bilmirəm. Siz qızınızı ərə verirsiniz ki, boşansın, ev alsın kimdənsə. Amma bu nə qədər boşananlar var, düzdürmü? Bunlar bu toy eləyəndə demir ki, gedib boşanacaq. Gedib, xasiyyət tutunub boşanırlar. Bəli. Bəs, səhv deyirəmcə də kişi sən səhv deyirsən. Düz deyirsən kişi, düz deyirsən. Bəs, Buna mən düz deyirsən, bəsdir də. Ay Məqsud qardaş, sən bu qızı bizə vermək istəyirsən, vermək istəmirsən. Biz də işimizi bilək də. Mən vermək istəyirəm. Mən verməm, mən yeniydim bunu. Və niyə səbəb axtarırsan? Hər dəfə bir səbəb tapırsan Ay, deyirsən. səbəb tapırım dedim ki, sənin oğlunun evi yoxdur.
Var da nə fərqi var qızın Ama adına? kızının oğlunun adınadır, bunun adına yoktur, bunun adına hiç de yok. Kişi düz deyir, qızın adına. Bunun adına ne var mı yoktu? Heç. Adına hiç de yoktu mu? Mən düzün deyən adamam, heç nə yoxdur onun adına. Donda kardeş, xahiş eləm. Buraya ne tür gelmişsiniz bu O kapıya yayın? şokolad karafkasıdır, güldü müldü, xahiş eləm onu itirin, çıxın gedin. Xahiş edirəm. Çox xahiş edirəm. onu götürə bilərəm. Hə, buyurun, buyurun. Nə vaxt adına ev olar, onda mənim qızımı verərəm. Belə yox. Sən məni yığıb Belə yox. saxlasan. Ay Heç qız, mən gözümü yalan danışa bilmərəm. Kişi Geri düz sıxıldı deyir də. sənin əlindən. Kupçanla qoyub cibinə Hə, gətirib. Ay, Makler, dur da. Mən ta şokdayam. Mən ta söz tapamıram. Məsələn, mən işdən elə belə çağırmam. Maraqlan gör nədir, nədir. Təmiz, təmiz. Qız veririk biz. Maraqlanmamağın axırı burada. Qızım, sən narahat olma da. Mən səni iyunun 15-nə kimi, sən mən əridim, sən də bax. Mən səni verəcəm. Dədəm deyir, ərcəcəm deməli ərdəcəm. Nə deyir lan? Nə dedi? Nə dedi? Nəsə dı getdi, mənim gör dədəmə söydü, yoxsa yox. Sənin dədənə söydü, yoxsa mənim dədəmə söydü. Bəri gəl! Bəri gəl! Qaynana, çox peşmanam, çox peşmanam. Sən mənə deyirdin, sən mənim qızımı al, Hə, mənlə fəxr eləyəsən. hə. Mən sənin qızını aldım, amma səndən fəxr eləyəmədim, qaynana. Çox peşmanam. Ola bilsin, sənin qızınla boşanışdım. Hə, gəl görüm, boşanışdım. Elə cırt olmamış boşanışdım. Abala, mən başa düşə bilmirəm, sənin bu qarnının ağrısı nədir? Hə? Yenə gətirmisən məni bu Baku avtomola. Evdə qız yığıb mənə deyir, 5 gündür sən yerində yatmırsan, divanda yatırsan. Yenə nə olub? Nədir yenə? Heç də qaynana, bilsən nətərdir? Qaynana, məni aldatdın da qaynana, sağ ol. Sağ ol, məni yaxşı aldatdın qaynana. Məni qızını aldırdın, məni aldatdın. Məni aldatdın sən. Sən mənə dedin ki, sənin heç bir dərdin olmayacaq. Amma bugünkü gündə mənim dərdim var. Mənim həmişə dərdim olanda mən gedirdim dərdimi dənizə deməyə. Sən mənə dedin ki, qaynana, kürəkən, sənin Lombard Mahirə kimi qaynanam var. Sən ne gedib dənizə dərdimi deyirsən? Dərdin oldu Cəmal. Amma mən gəlib sənə dərdimi deyirəm, mənim dərdimi əlac eləyən yoxdur. Deməli sən məni aldatdın. Halal, təbrik edirəm sən. Sən ki məni aldatdın. Məndən 10 yaş böyük qızını verdin mənə, sən məni aldatdın. Bəri bax görüm. Sən məni aldatdın. Sən yenə nə istəyirsən? Yenə maşın istəyirsən? Söhbət bilsəm nədir qaynana? Hə? Söhbət bilsən, bax, əladır. Söhbət odur ki, qaynana, bu dəqiqə demək olar ki, %90 kürəkənin ikinci əl maşını var. Amma mənim ikinci əl maşınım yoxdur. Mən bir dənə qalmışam o Daranglit Pasledli Rancın əlində qalmışam. Hanı mənim ikinci maşınım? Hanı? Benim olmadı. Sen deyirdin bir güllə ilə 2 dovşan var. Hani o dovşan? Dovşanın biri var gördüm. İkinci dovşan yoktu. İkinci dovşan yoktu qaynana. Kürəkən bura bax. Bura bax yox. Bura bax yox. Deməli qaynana. Mən sənin kürəkənin deyiləm. Kürəkənim olsaydım, mənim ikinci maşınım olardı. Mən sənin sumka daşıyanlam. Mənə bax. Sən ücə ağ elədin ha kürəkən. Maşın demsən, ranc alıb qoymuşam ayağının altına. Bağ almışam, ev almışam. Ağzımın 20 dişini implant eləmişəm. Ta mən sənə bundan artıq nə eləməliyəm? Hə? İkinci maşın da çoxdur. Da yoxdur elə bir şey. Elə söhbət yoxdur. Nə olar elə bir yox. Almırsan alma qaynana. Sağ ol. Sən ki məni Bakı avtomola gətirdirib, maşını mənim görsədib, məni pisikdirdin. Sağ ol qaynana. Ev yox. Gedərik, ev yox. Nə maraqlı da bağlanır. Ev yox qaynana. Gedərik, lazım deyil. Helal olsun məni aldatdın sən qaynana. Ev yox. Çox elə sinəmə döyürdüm ki,
Lombard Mahirənin qızını aldım, Lombard Mahirənin qızını aldım. Mənə elə qalan sinəmə döymək oldu. Ev yox, bilirsən qaynana. Kürəkənlər var ki, qaynananın pulunu yeyir, harınlayır. Mən harınlayanmadım, mən yeyənmədim. Ev yox. Almırsan alma, almırsan ikinci maşın, ev yox. Qoy mən pisikərəm. Qoy elə mən aparım maşının yağını dəyişməyə, elə bir maşından da qalım. Gözləyim ki, bu maşının yağını nə vaxt dəyişəcəklər, ondan sonra mən gedim maşınımı götürüm. Amma Lombard Mahirənin, kürəkəninin, bizdə dənəlik kürəkəninin ikinci maşını olsaydı, o Moykoda gözləməzdi. O yağ dəyişmədə gözləməzdi. Ev yox. Mən də indi bir şey fikirləşərəm. Sənin qızınla da boşanışaram. Bu söhbətə də yekun verərəm, qutarım. Yenə başda deyib, boşanışaram. Ay kürəkən mənə bax. Bir şey olmamış, dilinə tutmayıb o boşanışıram sözünü. Mənə bax, dilini sal içəri. Sal dilini içəri. Gedək götürsün qaynanansı. Yaxşıdan gəl gedək. Buna bax, küsüşdü yenə. Gəti görüm qaynanana yanağını. Bəri gəti görüm. Qayıt götürsün qaynanan sənin maşını. Yaxşı da gəl. Bizim nətərli qaynana, sən mənə yox deyəndə mən soluram. Mən sənə ha vaxt yox demişəm. Sən ha vaxt nə Sən məni soldurursan, mən solmamalıyam. Yaxşı, gəl. Alıram, bu da sənin olsun ikinci maşının. Amma mənə bax, bunu alıram sənə, tam mənim qızımı incitmə. Yaxşı, yığış bu divandan. Narahat olma. Yığış bu divandan, ged yerimə. Yaxşı. Ged yerimdə. Yaxşı. Bilirsən qaynana, mən sənin qızını alanda, hamı mənə dedi ki, sən getdin Lombard Mahirənin qızını aldın. Hərə bir söz qoşdu, hərə bir lağlağı elədi, hərə bir vedra bağladı mənə. Amma mən bugün bu maşını çıxardıb şəhərə sürəndə hamı görəcək ki, Lombard Mahirənin kürəkənin ikinci maşını var. Onda onları paxıllığından çatlayacaqlar. Onda onları vedranın gücün görəcəklər ki, vedra bağlamaq nə deməkdir. Sağ ol qaynana, sağ ol. Sən bunu tut, mən bunu bir dənə şey... Buy, nə maraqlı. Dördü də bizdən. Dördümüz də doluşduq getdi. Nə maraqlı. Qaynana, bu maşının adı dayımdır. Amma mənim dayım sənsən. Benim bu çörəyi yedik, amma nəsə çatmır. Səncə? Berk. Düppədiz. Qardaş, bizim berkləri ver. Hansını içirsən? Şaftalı, feyxua, mango yoxsa marakua? Mango ilə başlayaq. Mən şaftalı ilə. Səsə var. Yoxdur da mango. Sənin dədən mənim cehizlərimin heç birini bəyənmir. Bunların hamısının vaxtı keçib. Ana bax, Quixin belə çaynikı olan yerdə sən nə belə çaynik işlədəsən? Bu Quixin nə gözəl ütüləri var. Köhnədən ayrıla bilirsən ki, təzədən xəbərin olsun. Təzə radiatorla çıxıb, sən bu pletkadan çıxa bilmirsən. Bu Quixin toz soranın nə gözəldir. Heç səsi də çıxmır, Görürsən ana, Quixdə olmayan məişət avadanlığı yoxdur. Bir dənə buna bax, gör necə rahat. Masanın gözəlliyinə bax, bizim qonaq otağımıza necə yaraşır. Mətbəx üçün masa. Çox gözəldir. İşçi masaları, dolablar, toplantı masaları, qeydiyyat masaları, gözləmə oturacaqları, ofis divanları, smart masa, ofis kresloları. Qardaşlar mebeldən tapa bilərsən. Bax, bu gördüyün ofis mebelində alıb göndərəcəm atava, kabinetində rahat əyləşsin. Mən bu mebelləri gördüm, ağlım çıxdı başımdan cavan şir. Heç bildim ki, nəyə gəlmişəm. Qaynana, mənim xalam oğlu maşın alverçisidir. Ondan da gedib maşın ala bilər ya. Zəmanət verir. Yox, zəmanət vermir, amma yaxşı sənəl vurmağı var. Baku Avtomolda satılan bütün maşınlar yalnız rəsmi nümayəndəliklərin maşınıdır. Baku Avtomolda həm Koreya, Yaponiya, həm Çin brendləri, həm klassik, sport, Avropa avtomobilləri,
Bir sözlə hər cür avtomobillər ala bilərsən. Ünvan da rahatdır. Babək prospekti. Dedim elçilər gələnə kimi bu Belçika tumlarını çıtlayaq, başımızı qataq. Tələsmə, qoy elçilər gəlsin, geçsin, sonra açıb çıtlayarıq. Yo. Mən Belçika tumunu gördümsə özümü saxlaya bilmirəm. Elə mən də. O nə boyadı sən alıb evi boyamısan? Bəs hansı boyadan istifadə edirəm? Permalit boyaları. Permalitin Termomax seriyası boyaları həm mat, həm ipək mat, xarici fasadlar üçün yarı mat və mat seriyalarında boyaları var. Antibakteriyaldır, silikonludur, tez silinəndir, uzun ömürlüdür və ən əsası solmayandır. Sən ustasan, bunları sən bilməlisən. Düzdür. Gəl çıx da bala, gəl çıx. Nə olub ana? Nə olub ana? Bala, ta mən bu evdə qalanmaram, Məni az kəs, mən bu evdə qalanmaram. Gedir, qutardı. Bir dəfə dedim bizdə, qonşular eşidir, ana. Zəfrin mənə deyirlər ki, gəl ananla atan konsert verir yerə. Görsən. Bax, bala, cehizdeyim, dədəmin yadigarı. Sən bilirsən da. Nə üstə dalaşmışsın? Belə bax bu pletka üstündə. Bizim evimizi bir ömür bax bu pletka qızdırıb. Hə. Gəlib kişinin oğlu mənə deyir ki, bu pletka evi yaxşı qızdırmır. Deyirəm, yəqin spiralı xarab olub da. Hə, qırılıb buradan, buradan qırılıb. Hətta bax, görsən qırılıb. Hə. Deyirəm, get dükandan bir dənə spiral al, gəti qoy, evi qızdırsın da. Deyir, dədən o vaxtı sağ bunu cehiz verməyib, getsin dədən də alsın. Deyirəm, dədəm ölüb gedib, nətər gəlib bu spiralı alıb qoysun yerinə. Nə sərəlirsən? Ma deyir, hanı sənin cehizdir radiatorun. Camatın evində o radiatorlardandır. Ay tədə. Dedim, 40 il bundan qabaq o radiator var idi. Spora bax. Bu dedim, mən dedim, bu dedi, mən dedim. O söydü, mən söydüm. Bilirsən də ananın beyni çönükdü. Bax, oturduğun stolu dədənin təpəsinə nə tər çırpdımsa buna bax, belində bölünüb. Gördün? Heç nə. İndi təpəsinə buz qoyub oturub evdə. Mən ta evdə qalanmaram, bala. Məni götür apar. Yaxşı ana, onda qoy bunu tulluyum. Hara tullursan? Mən bu amanat deyil, amanat. Dədəmin yadigarı. Cehizdeyim, gətir bəri onu. Yaxşı, onda bu qalsın, bunu tulluyaq da. Amala, hamısı mənim cehizdeyim deyə bunların hamısı amanat şeylərdir. Müğayyət ol, gətir maşına kimi. Onda sən bunu şumkanı götürmədin. Sındırarsan yavaş. Sınıfdan bu anata. Qalan tərəfi sınmasın da bala, yavaş, ehmalca. Əlindən düşər. Petkadan müğayyət ol. Narahat olun. Göydə çırpma elə. Sırf buna. Hə, qapını aç. Burada yer elə. Səliqəli qoy. Sərqəl qoy. Qırma. Qırmıram, ay. Amanatdır bala. Stolu da gətir. Bunu nə eləyəsən, bu stolu? Oturacam. Hə, yerləşdi, sıxma. Sıxma, boğma eləmə. Yavaş bağla. Cəmaat da qapını aç. Bala, bu qaldı.
Onu vermə. Hə, Onu vermə. hə. Ana, bəlkə dalda oturasan, rahatdır. Mənimki qabaqdır bala. Arxada ürəyim bulanır. Hə. Aç görüm. İndi mən deyən kimi otur da ana, mən deyən kimi. Sən nətər deyirsən? Ha? Hə. Birinci bax, 3 dəfəyə minirsən. Birinci Nətər? ayağı qoydun. Hə. Sonra bunu qoydun. Hə. Şu. Gördün? Gördüm bala. Hə, də otur get. Bəri dur görüm. Hə. Hə. Deməli. Belə, O ikinci idi, o ikinci idi. belə, Yox, o ikinci idi ana. belə. Yox, yox ana. De. Bala dayan. Elə yox. Sən, Bala, sən bırak. Yox, yenə şey oldu. bala dayan. Hə, indi gördün. Bala bu ne? Bala dayan. Ayağım tutsam. Yavaş. Dayan, yavaş. Sen bırak onu, sen Der. bırak, sen verme. Hə, bıraksam yıkılacağım. Narahat axı. olma ana. Hə. Sen bir dakika, Der. sen bırak onu, bunu bırak, elini bırak, elini bırak, ben seni oturturum. Bunu bırak. Yıkılacağım axı. Narahat olma, gözle. Aa, bala yıkılacağım. Yavaş, yavaş. Yavaş, gözle. Bala. Gözle. Hanım sayalım. Gözle. Gözle. Bala çene elə. Gözle, eliyle, eliyle. Anam yıkıldı bala. Gözle. Gözle. Şey, dur ya. Şey, Şu. bir gözle. Şimdi bırak, ayağını bırak. Ana bırak, ana bırak. Bala. Ana bırak. Bala. Bala. Şey, otur. Otur, yaş. Otur sen. Yıkılmıram. Ya, yaş sen. Yaş, otur. Şu. Çarıktım ey. Ne diyor? Yine çarıktım. Ana sen de. Yine çarıktım. Salam, xoş gəlmisiniz. Necəsiniz? Sağ olun, mənim xoş gəlmisiniz. Yaxşı. Buyurun. Bunu ne? Bak, bak özün siz görürsən ne şey radyatorlar var. Bak seçe koy canınız isinsin. Hem canınız isinsin, hem evimiz isinsin. Koy o ocağı söndürmüyor yana. Bala, sən elə bilirsən bu radiatorla iş düzələcək? Sənin dədən yaşanlası adam deyil. Sənin dədən ümumiyyətlə adam deyil. Ne ana? Ana adam değil ana. Niye evlenirdin o vakti? Aldanmışam bala. Aldanmışam. Bax o gün çıxıb işıq dirəyinə. Deyirəm ha kişi, əynin nazikdir. Düş aşağı əynini qalın elə. Ma oradan qışqırır. Səsini atıb başına. Az gir içəri. Az gir içəri. Düşdü gəldi axşamı tir-tap, şülköt. Soyuqdan ölürdü. Dedim indi öp canın çıxsın. Öp mən saat deyəndə eşitmirdim məni. Yenə ürəyim dözmədi. Dedim gəbəri uzan sənin belini bankalayım. Belinə banka qoyanda indi insanam da spiçkanın indi külü indi düşdü bunun belinə bir damcı tıqqılıcana yandırdı. Bir şivən qaldırdı. Bir şaxsel çəkdi ki, sən mənim belimi yandırıb məni öldürmək istəyirsən. Dedi yığacam polisə, yığacam 102-yə, səni şikayət eləyəcəm, sən məni öldürmək istəyirsən. Dedim elə. Eləyən eş kişi dör, elə gedib yatacam içərdə, canım səndən qutarsın. Tabi ezmişəm bala, tabi ezmişəm, canım bax buramdadır. İstəmirəm ondan yaşamaq. İstəmirəm. Bildim. Kardeş bir tane zahmet ona. Bəli, buyurun. Bu deməli putla da düzgün Bəli. əladır. Çox Qara qəşəng. olan model uzaqdan idarə olunmalıdır. Kim idarə edirsən? Qara olan modeli, yəni istədiyinə pultla idarə edə Hə, bilərsiniz putla uzaqdan. idarə edirsən. Bunun da dilin zadın. Ana, Hə, asandır. bax. Da bax, bax bu radyator qəşəkdir, bax. Bax putla, bax. Qoy baxım. Bax o, bas. Bax. Buna basım. Hə, bas. Gördüyün yanında. Hə. İndi ana, məsələn, kod vermək istə oradan. Hə. Bax. Görsən? Kod ver. Bu. Ya putla da ta elə əsl sənin malında ana. Bu. Gəlib tır eləmirsən də bildi. Uzandığın yerdən kodunu al.
Xodun ver, ürəyin nətəşdir. Gördün, çox istədi, bas sönsün indi. Nə qəşəng pultdur bu. Bala, deyirəm, kaş dədiyində belə bir pult olardı. Ürəyim istəyəndə xodunu verərdim, ürəyim istəyəndə xodunu alardım, ürəyim istəyəndə sövdürərdim. Dədəmin belə pultu olsa, onun batarekasını öldürərsiniz. Qardaş, çox üzr istəyirəm. Buyurun müəllim. Ta onu verək getsin də, ana, ta o lazım deyil, onu deyir. Bunu hara verirsən bala? Bunu Mənim bu qızdıq cehizim deyil. Bu nə ana, bu da qutarır, tabii yeni nəsil radiatorlar var. Bildim də bala, buna dəymə. Buna dəymə, bu mənə yadigardır. Onda bunu kloka qoyar sizə. Bu radiatoru götürək. Qıraq, sizin müğayət olun, oğul. Narahat olmayın. Buyurun. Bu yaxşıdır, sən bunu götürək də. Bala, Başqa nə istəyən deyilin. sən canı sağlıq, bərgə görüm. Nədən? Sağ güc düşəcək bala. Narahatım. Qoy anan sağ bir Narahatım. 10 manat pul versin. Narahatım. Heç olmuyor. Narahatım. Yox, elə. Ha, narahatım. Anan ürəyi Yox, dözməz axı bala. Yox, Anan yox. ürəyi Hadi, dözməz. hadi, Hadi ya. hadi, Ay yox. hadi. Ay yox. Hadi, hadi. Sən zararlısın. Qoymaram. Hadi. Sizin Xeyr, özünüz kimi xeyr, ikinci maşinik Xeyr. bu yer üzünə gəlməyib. xeyr, Necə xeyr? Sizin yadınızdadırmı? xeyr. Bax, bir dənə sözdən yapışıb. Sizin yadınızdadırsa, bizim evə usta işləməyə gələndə sizin uşaqlarınızın kitab dəftərini almağa pulunuz yox idi. Bəli. Amma o günləri görürəm ki, maşallah olsun, evladlarınızı məktəbə Liado ilə göndərirsiniz, Bəli. şofirlə göndərirsiniz. Bəli. Bu nə deməkdir? Nə deməkdir? Xeyr. Mənim evimdən gipsləri, simentləri satıb pul eləmişsiniz. Xeyr. Necə xeyr? Xeyr. Mən sizin Elədim. evinizdə mən usta işləyirəm. Mən orada gəlib oğurluq eləməmişəm. Sizin fikirlərinizdən razı deyiləm. Gəlin Məlahət müəllimə, gəlin. Çox həyatsız adamsınız. Çox abırsız adamsınız. Xeyr. Xeyr. Xeyr nədir? Xeyr. Necə xeyr? Salam əleykum. Salam Salam. əleykum, xoş Siz mənim haqqımda belə mənfi fikirlərdəsiniz, amma Məlahət müəllimə, siz mənim kimi ustanın qədrini bilmirsiniz. Mən o qədər halal adamam. Siz deyirsiniz mən oğurluq, mən heç bir oğurluq eləməmişəm sizin evinizdən. Biz nahara çox vaxt hot-dog yeyirik. Mən gedib o şirniyyat dükanından orada hot-dog alanda soruşuram ki, o hot-dog saska halaldır yoxsa yox. Əgər saskada mən biraz nəsə hiss edəsəm ki, yox, burada nəsə donuz ab-havası var, mən o saat deyirəm ki, mən bu hot-dogu yemirəm. Mən o qədər, amma siz bugünkü bu gündə mənim üstümə şərbəbət Eşidirsiniz? Bəli. Mən o qədər tərkibində donuz əti olan kalbasa yeməyənləri görmüşəm ki, altdan 1000 hoqqadan çıxırlar. Bəli, bəli. Bəli. Mən də tanıyıram. Hə, Mən də yəni o söhbət deyir də. Bəli, əlbəttə söhbət deyil. Əlbəttə söhbət deyil. Yəni baxırsınız, nə bax lazımdır? Deməli, bax, bu gördüyün Antika Signoria İtalyan dekorativ boyasıdır. Yəni, bu yəni çox gözəl boyadır. Yəni bu dəqiqə hamı demək olar ki, bundan istifadə edir. Bax bu mərmər teksturadır. Çox gözəldir, çox gözəl də görünüşü var. Gəlin zəhmət olmasa. Siz başlamışsınız ki, drel belə satdın, lagondanı belə satdın. Baxın, mərmər teksturadır. Bax. Ürəyin istəyən rəngi ala bilərsən. Qara da ola bilər, ağ da ola bilər, başqa rənglərdə. Yəni, mənim belə fikirlərim var, belə işlərim var. Siz düşmüşsünüz mənim dalımda ki, lagon da belə getdi, dreli belə oğurladın, malanı belə oğurladın, satdın. Bilirsiniz, öyle şeylərə fikir verməyin. Ne dedilər, cana gələn malıya gəlsin. O malıya deyil, qardaş, maladır. İkincisi də ki, bir dəqiqə olar sizi. Bəli, buyurun. Göstərdiniz, çox bəyəndim, çox da xoşuma gəldi. Onda gəlin zəhmət olmasa, bunu zəhmət olmasa, bəli, bu vedranı götürək, bəli. Başqa nə lazımdır? Başqa indi buradan gedəyim maşından hamam üçün kafel alacaq. Başuş mənim aldığım kafelər hanı? O elib ki, görmədi bizi. Təzdən əlavə almaq lazımdır. Mən dəli olacam, Nə olacam? Dəli olacam. Bəli.
Mən o boydana kazel almışam. O boyda kazeler alıp getirmişəm bağa. Hanı bu kazeler necə yeri görmədi? Onların bir qırıntıları oldu da. Orada çıxıntılar vardı. Orada çıxıntı olanda qırıntı olur. Mən sabah gələcəm, mənə göstər o qırıntıları. Onu Mən o qırıntıları görmək göstərə istəyirəm. bilmədim. Necə göstərə Onu bilmirsən? biz atmışıq, zibilliyə atmışıq hamısı. Çünki sən yalan danışırsan. Xeyr. Çünki sən onları satmışsan. Yox. Necə yox? Satmamışam. Sən gözümü kim bəbəyinə kimi yalan Satmamışam. deyirsən. Ya mən sabah bağa gələcəm, mənə o kafenin qırıntılarını göstərəcəksən. Bəli. Ya da mən kitab gətirəcəm. Bəli. Sən əlimi basacaqsan o kitaba. Olar. Ki mənim evimdəsən. Heç vaxt oğurluq etmədim. Problem yoxdur. Problem Yox. yoxdur. Sabah gətirəcəm. Yaxşı. Yaxşı. Zəhmət olmaz. Bunu qoyar sizdə maşına bir də. Racif, işlərin üstü açıldı. Sən belə eləm. Məlahət müəllimə deyir ki, sabah gəlirəm evə. Əgər siz oğurluq eləməmişsə, kitab gətirəcəm, əlinizi basın ki, biz oğurluq eləməmişik. Hə, yox, mən arxayınam. Onda belə eləyirik. Mənim olsa mənim böyrəyimdə daş var. Mən sabah özüm yıxıram xəstəxanaya, o böyrəyimdəki daşları çıxardıram. Sən də olsa kör bağırsağında problem var. Sən də kör bağırsağı götürdün. Hə, şu. Bir həftə xəstəxanadayıq. Oldu. Dəvə. Düzdür, bu işin axırı yoxdur, amma gedir. Alo, necəsən? Sənə gül göndərdim, necəydi, xoşuma gəldi? Gül. Necə yəni nə gül? Gül göndərmişəm də kuryerdən sənə. Bəs mənə dedi, çatıb. Ya mən... Bildim axı, mənə dedi ki, bəs göndər... Hə. Gəlməyim. Hə, yaxşı. Onda görə bu kuryer gülü kimə göndərir? Cavan şir. Bu nə güllərdir belə cavan şir? Nə güllər? Hə? Nə güllər? Səhvən evə göndəriblər bizim evə. Üstündə yazılıb. Cavan şirdən Lalə xanıma. Kimdir bu Lalə xanım cavan şir? Ürəyim partladı, tez elə cavab ver. Vaxt qazanma. Tez elə, tez cavab ver. Fikirləşmirəm. De, kimdir Lalə xanım? Kim göndərib bu gülü? Sən göndərmisən də, cavan şir. Sən göndərmisən. Sən kiməsə göndərmisən, səhvən bizim evə gəliblər. Sən nə də elə şey ola bilməz. Necə elə şey olar? Mən gülü necə səhvən göndərmişəm? Mən gülü bilmirəm ki, gülü hara göndərirəm. Səhv elə şey ola bilməz. Mənim üstümə gəlmə, mən boynumu alası deyiləm. Mən heç də boynumu alası deyiləm. Bəs bu Lalə xanım kimdir? Cavan şir üstünə yazılıb da, yazılıb. Əgər sən Laləni deyirsənsə, konkret Lalə də, Lalə. Belə yazılıb. Konkret Laləni deyirsənsə, ümumən belə deyirlər ki, Lalə dağda bitir. Yaz aylarında bitir. Mənə bax, Gül Lalədən danışmıram. Bu Lalə kimdir göndərdiyin gülü? Onu deyirəm. Deyərəm. Necə deyərəm? Deyirəm də. Nə şükürləşsə dedə? Fikirləşmirəm mən. Deyir, vaxt qazanırsan. Mənim cavabım var. Sən mənim üstümə düşsən də, düşməsən də, desən də, deməsən də, mənim cavabım var. Cavabım var, ondan öş vermirsən. Baba, niyə vaxt qazanırsan? Vaxt qazanmıram mən. Mən çörəkdən başqa işlə qazanmıram. Sən gəlib düşürsən məsələn, mən burada işləyirəm. Amma görürsən, iş görürəm, işlə məşğulam. Gəlirsən məni işimdən yayındırırsan. Sən gözəlliklərdən danışmalısan. Bax, gör, nə gözəl stullar, divanlar, bunlardan danış. Sən nöş çevirirsən başqa yerə. Sən nöş çevirirsən. Sənə bir dənə sual deyirəm. Bu Lalə xanım kimdir? Bu gülü göndərdiyin. Bu günə kimi? Mənə bircə dəfə olsun nərgiz gülü alıb gətirməmsən. Bu Lalə kimdən olub? Bu boydan bu gül alıb göndərmirsən. Cavab ver. Tez elə cavab ver. Hazırdır. Nə hazırdır? Cavab. Tez elə ver. Verirəm. Fikirləşmə. Tez elə. Sən həmişə mənə nə deyirsən? Nə deyirəm? Bilmirəm axı. Deyirsən ki, mən ümumiyyətlə televiziyada verilişlərə baxmıram. Bir dənə baxıramsa, o da
Lalə Azataşın verişinə baxıram. Ha. Düzdür. Ha, düzdür. Mən də bildim ki, sən bu xanımı çox istəyirsən. Ha. Xoş gəlirsə, Ha. bir dənə gül bağlatdırdım. Mənim adımdan göndərdim bizim evə ki, sən də bunu göndərəsən Lalə Azərtaşa. Başqa nə ola bilər? Başqa nə? Bəs necə? Bəs necə? Doğrudan deyirsən Cavanşir. Mən deyirəm də bu mənə yalan danışmaz da, bu mənə aldatmaz. Tam yenə düşüb ortalığa yer. Aton bizim ailəmi dağıtmasa o sakitləşəsidir. Bir də özün fikirləş də, əgər mən bu gülü Laləyə göndərirəmsə, bizim evə nə göndərirəm? Laləyə aparıb özünə verərəm. Elə Laləyə maşında bir yerə gələndə deyirəm ki, ay Lalə, ala bu gülü. Və hətta ki, Laləyə deyirəm ki, ay Lalə, düş aşağı. Düz deyil. Mən sənin üçün göndərmişəm ki, buyur apar verərsən Lalə Azataşın verişində verərsən Laləyə. Sən başıma dönüm Cavanşir. İmkan vermirsən işləyə. İmkan ver, gəlirsin, kürsünün üstümə, amma mümkün də. Yox, üstümə düşmürəm Cavanşir. İndi çək başa düşdüm də, atam da qızışdırır məni. Mən nə bilim. At atovu bloka da, at atovu bloka qutarsın da. Necə atım, indi atamdır da, necə atım, yaşlı kişidir. Cavanşir, yaxşı əsəbləşmə, mənə bax. İşdə çıx gəlib evdə danışarıq, yaxşı. Yaxşı, Cavanşir. Stresə salmışsan mən, stresə salmışsan. Mən bu dəqiqə özümü çox pis hiss edirəm. Çox pis hiss edirəm. Mən neyim, indi evə gül gəldi, gördüm sənin adın Lalə xanımdır, başım getdi də bilmədim, elə bildim mən yalan danışsan. Nə bilim, yaxşı, mənə bax. Boş şuva dönüb, hissənmə. Yaxşı, yanlış anlaşılma oldu da. Yaxşı da, yaxşı. Hə, yaxşı da. Nasıl körləmədə, indi səhv başa düşdüm. Gördüm, güləyib yox. Başa düşdü, hə, stres yaşadırsın hər dəfə mənə. Stres yaşadırsın bana. bana. Yox, stres yaşadım. İndi gördüm, başım çöndü, əsəbləşdim, bilmədim kimdir, bu eyb yoxdur. Yaxşı, getdim mən, yaxşı. Yaxşı. Hay Allah, kişini hər dəfə gəlib burada qanlı intiqam eləyirəm. Səni zəlil olasan, ay kuru yer. Səni zəlil olasan, mən gülü... Mən onda... Ünvanı səhv vermişəm, bu gülü apar bizim evi, Vay dədəm, vay. Ona görə bu işin axırı yoxdur da, bu işin axırı yoxdur da. Yayımın baş sponsoru Berk Soyuq Çayları. Sponsorlar QX Məişət Avadanlıqları, Bomba Belıçka Tumları, Baku Avtomol, Qardaşlar Mebel, Permalit Boyaları.